Qızımı əməliyyata aparıram. Bu sürəcdə nələr oldu, necə oldu, hər birisini sizə anlatacağım. Və əlavə olaraq da bilirəm, təəssüflər olsun ki, bir çox uşaqlar hal-hazırda bundan əziyyət çəkirlər. Biz palataya yerləşdirəndən sonra mən sizin üçün çəkmişəm. Burada hələ əməliyyat olmamışdı qoluna. Onun üçün kəfənə çəkmişlər. Ümumi olaraq deyim ki, Qarayevdə Kisaylı Uşaq Xəstəxanasında olub, burun boğaz əməliyyatı olub. Bunu hardan bildim desəniz, Mələk gecələri heç cür rahat yata bilmirdi, ağzından pis iy gəlirdi, əlavə olaraq da dəhşət tez xəstələnirdi. Həkimə apardım. Həkim də əmim qızının həkimi idi. O da Lalə Nağıyeva idi. Həm Qarayev adına Kisaylı Uşaq Xəstəxanasında, həm də Ege Hospitalda işləyir. Həkimimiz çox möhtəşəm həkim idi. Həqiqətən o qədər səmimi, mehriban. Sözün düzü mən əməliyyatdan sonra mələyi daha ağır, daha çətin gözləyirdim. Amma çox şükür, çox min şükür ki, çox yaxşı olub. Rahatdır, indi də rahatdır. Və əlavə olaraq da ümumi xəstəxana haqqında, dövlət xəstəxanası olmasına baxmayaraq, bütün kollektivi çox mehriban, çox necə deyim, təmiz, səliqəli, yəni heç xəstəxanadan iyi belə gəlmirdi, yəni dərman iyi belə gəlmirdi. Çox səliqəli idi, personalı da, hər kəs uşaqla, səylə çox yaxşı maraqlanırlar və yemək məsələsində də dəfələrlə gəlib yeməyə, çaya çağırırdılar ki, gəlin yemək yiyin, gəlin çay için. Yəni personal çox möhtəşəm idi. Qaldı ki, belə əməliyyat sürecinə mən keçən həftə getmişəm. Birinci dəfə 2 həftə bundan qabaq getmişəm. İlk dəfə gedəndə həkim burnuna da, boğazına da baxdı və göndəriş yazdı. Daha sonra keçən həftənin 3-cü və 4-cü günü isə mən getdim, qandan və ürəkdən keçdim. Hər birisi çox yaxşı çıxdı. Bir də rentgendən keçdi. Hər üçü də çox yaxşı çıxdı. Əməliyyat günü səhər-səhər getdim. Anestezoloq və pediatr baxdı. Hər ikisi baxandan sonra bizi yuxarı palataya qaldırdılar və növbə ilə əməliyyat oldu. Əməliyyat narkozla oldu və lazerlə oldu. Lazerlə olduğuna görə heç bir qan falan, heç bir şey yox idi. Narkozda əvvəldən həkimlə danışmışdım ki, mənim yanımda narkoz verilsin. Çünki mənə əməliyyat otağını görərsə qorxacaq və pis olacaq onun üçün. Onu düşündüyüm üçün eləmişdim və elə də oldu. Mənim yanımda narkoz verildi. Əməliyyatdan çıxdığı ilk 2 saatı biraz çətin oldu, amma yatıb ayılandan sonra mələyə dərhal buz kimi marojna verilməlidir boğazına görə. Burunda o anda heç bir çətinlik çəkmir uşaq, amma boğazda biraz çətinlik çəkir. Marojna verəndən sonra gördüm biraz daha sakitləşdi. Ondan sonra yoğurt yedi, banan yedi. İlk günü bunları yedi və səhər açıldı, hazırlaşdıq. Sumkalarımı falan yığdım, mələyi də geyindirdim, gəldim. Əməliyyat günü papamgil aşağıdaydılar. Əməliyyatdan sonra dedim, gedin gözləməyin, səhər özüm gələcəm. Səhər özüm gəldim, mən gəlincə onlar da evdə idilər. 4 günlük mələyə ciddi nəzarət lazımdır və bu sürəci sizinlə bölüşəcəm.